Deməli, son günlərdə komandamıza yeni qoşulan xanımlar var və o xanımlar mənə verdikləri ən çox suallardan biri budur ki, biz nə edə bilərik ki, daha çox buradan gəlir əldə edə bilərik, daha tez bir zamanda pul əldə edə bilərik, maaşa çıxa bilərik. Bu videonu sırf komandama yeni qoşulan xanımlar üçün çəkirəm. Komandaya qoşulandan sonra xanımlar, sizin ilk etməli olduğunuz addımlardır. Təbii ki, bəzi xanımlar satış etmək istəmir, satış üçün qoşulmur və sadəcə özünə, evinə lazım olan məhsulları almaq üçün qoşulur. Bəli, bu da normaldır. Komandamızda hər hansı bir səbəblə qoşulub işləməyə çalışan xanımlar üçün yer var. İstər özü üçün, istər satış üçün, istər komanda üçün hər kəsə qapımız açıqdır. Mən sadəcə olaraq daha tez mən necə pul qazana bilərəm, maaşa çıxa bilərəm deyən xanımlar üçün bu videonu çəkirəm. Özü üçün məhsul alan xanımlar təbii ki, yenə də alıb işlərini hər növdə davam elətdirə bilərlər. Deməli, gəlir əldə etmək istəyən, maaş almaq istəyən xanımlar diqqətiniz məndə olsun. Bunun üçün xanımlar, siz satışı bacarmalısınız ilk növbədə. 21 gündən bir bilirsiniz ki, kataloqumuz yenilənir. Hər dəfə kataloqumuzda çox gözəl endirimlər, çox gözəl məhsullar, yeni məhsullar gəlir. Və sizin ilk atacağınız addım nədir? Qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçəndən sonra kataloq qiyməti ilə 40 manatlıq məhsul vurursunuz. 40 manatlıq məhsula siz cəmi 33 manat pul ödəyirsiniz. Yəni avtomatik anındaca 7 manat endirim əldə edirsiniz. 7 manat endirim. Yəni həqiqətən belə bir fürsət heç bir mağazada yoxdur. Sanki siz onlayn alış-verişinizi belə deyim də daha üstün tutursunuz. Ənənəvi marketinizi belə deyim, müasir onlayn marketinizlə dəyişirsiniz. İndiyə qədər buradan aldığınız, məsələn, müxtəlif məhsulları, müxtəlif kateqoriya məhsullarını marketlərdən alırdınız və bu cür endirimlər qazanmırdınız. İndi həmən məhsulları öz adınızdan, öz səhifənizdən, öz kabinetinizdən sifariş edirsiniz. Kataloq qiyməti ilə ilk addımınız 40 manatlıq məhsul vurursunuz, 33 manat ödəyirsiniz. Çünki qeydiyyatdan keçən hər kəs endirim qazanır. 20-26% endirim qazanır. 43 manat ödəniş edirsiniz, anındaca 7 manat hədiyyə skitka qazanırsınız. Ondan sonra birinci addımı keçdiniz. Növbəti ikinci addımda siz 55 manatlıq kataloq qiyməti ilə sifariş etdikdə birinci addımın hədiyyəsi tamamilə pulsuz 3 qəpiyə sizin səbətinizə əlavə olunur. İkinci, üçüncü, dördüncü, beşinci addım hədiyyələrini keçmək üçün xanımlar, siz ən azı 55 manatlıq məhsul sifariş etməlisiniz kataloq qiyməti ilə. Ödənişi təxminən 45-46 manata düşür. Yenə burada da siz 9-10 manat endirim əldə etmiş olursunuz. Yəni həqiqətən də özünüz üçün alsanız belə, satış üçün alış-veriş etsəniz belə, sifariş vursanız belə, yenə də burada endirim qazanmış olursunuz. Yəni ikinci, üçüncü, dördüncü, beşinci addımları keçdiniz və sizə hər dəfə hədiyyələr gəlir. İkincinin hədiyyəsi üçüncüdə, üçüncünün hədiyyəsi dördüncüdə, dördüncünün hədiyyəsi beşincidə gəlir və beşincidə növbəti kataloq artıq siz hədiyyənizi götürürsünüz. Faberlikdə 5 addım hədiyyəsi var və bundan sonra artıq siz növbəti kataloqlarda 50 balla işləyə bilərsiniz. 50 bal təxminən 100 manat civarında olan məhsul deməkdir. 100 balla işləyə bilərsiniz. 100 bal 160 manat, 200-220 manat civarında olan məhsul deməkdir. Və bunları birinci siz nəyə görə etməlisiniz? Bunları ona görə etməlisiniz ki, siz ən azından satış etdikdə sizin təcrübələriniz yaranır. Siz təcrübə etaplarını keçirirsiniz. Baxın, burada da qeyd eləmişəm. Siz bu təcrübə etaplarını keçməlisiniz ki, növbəti mərhələdə artıq komandanızda olan insanlara bunların hər birini özünüz keçdiyiniz üçün daha rahat izah edəsiniz, daha rahat anladıb onların da bu yollardan keçib uğura çatmağını təmin edə biləsiniz. Təbii ki, bu dönəmdə siz təkcə satışdan yox, eyni zamanda hədiyyələr qazanırsınız. Hədiyyələr çox bahalı, çox gözəl hədiyyələr olur. İstəsəniz onları satıb pula çevirə bilərsiniz, istəsəniz hədiyyə eləyə bilərsiniz kiməsə, istəsəniz də yenə özünüz üçün istifadə eləyə bilərsiniz. Eyni zamanda aksiyalar olur, endirimlər olur, kuponlar olur, 70% like aksiyası olur. Yəni satışda siz belə deyim, satış üçün, satışın bütün tərəflərindən istifadə edirsiniz, yararlanırsınız və qazanırsınız. Və gəlirik növbəti ikinci mərhələyə, rekruting mərhələsinə. Artıq siz satış etməyi, sifariş vurmağı, addımları keçməyi, hədiyyələrdən, aksiyalardan, kuponlardan, endirimlərdən yararlanmağı öyrəndiniz. Artıq sizin təcrübəniz var. Siz bu etapların hər birini keçmisiniz və siz artıq 1 nəfər, 2 nəfər, 3 nəfər, 4 nəfər, 5 nəfər ən yaxın adamlarınızı dəvət edirsiniz və eyni prinsipi onlara da başa salırsınız. Yəni siz buradan bu xeyri gördüyünüzü
yaxınlarınıza, doğmalarınıza da tövsiyə edirsiniz. Yəni bir növ onların da xeyir qazanması üçün vəsilə olursunuz. Və artıq böyük gəlirlər buradan başlayır xanımlar. Deyək ki, siz 50 ballıq sifariş vurdunuz. Təxminən 100 manat ödənişi olan bir sifarişdir. Siz özünüz 50 ballıq sifariş siz etdikdə, sizin adınızda əgər 2 nəfər varsa, 2 nəfərin biri 25 bal, digəri də 25 bal edir. Toplam siz komandanızdan 100 bal toplayırsınız. Siz də bilirsiniz ki, Faberlikdə 3% 100 baldır. Və 4 manat həcmli endirimi var. İlk gəliri var 100 balda 3%li xanımın 4 manat endirimi var. Çünki bu sıfırdan qurulan bir biznesdir. Siz bura böyük sərmayələr yatırmamısınız ki, elə ilk dəfədən də yüksək gəlirlər əldə edəsiniz. Təbii ki, əldə edə bilərsiniz. Niyə də olmasın? Əgər siz ilk dəfədən özünüz, məsələn, ilk dəfə olsun, ikinci, üçüncü fərq etməz. Şəxsi 50 balınızı edirsinizsə və deyək ki, adınızda 3 nəfər, 4 nəfər adamınız varsa, bu 50 bal vurur. Məsələn, deyək ki, bu 25 bal vurur, bu 25 bal vurur, bu da 50 bal vurur və bunun özü də 1-2 nəfər adam gətirir, bu da adam gətirir. Bunların hər biri də deyək ki, 10 bal bu vurur, 15 bal bu vurur, 25 bal bu vurur. İndi təxmini mən burada oturub hesablamıram, amma ən azından toplam, məsəl üçün deyək ki, gəldi bu minvalla, siz məsələn deyək bunlar da adamlar gətirdilər, bunlar da hər biri sifariş vurdular və deyək ki, komanda ilə siz 600 bal topladınız, 600 bal 9%dir və 71 manat sizə həcmli endirim çıxır. Təbii ki, 600 bala qədər arada deməli 6% var, 6% 200 baldır. Və bu da 16 manat gəlir deməkdir. Bu etapları siz bir nəfərlə, 2 nəfərlə, 3 nəfərlə və onların da gətirdikləri adamlarla keçə bilərsiniz. Artıq siz deməli nə edirsiniz? Həm 50 ballıq sifariş vurursunuz. 50 ballıq sifariş edəndə onun 26% endirimindən gəlir götürürsünüz. 70% like aksiyasından gəlir götürürsünüz. Burada olan hədiyyələr, endirimlər, aksiyalar, kuponlar hər birindən yenə də istifadə edirsiniz və eyni zamanda insanları dəvət edirsiniz. İnsanların da məhsul dövriyyəsi etmək üçün onlara başa salırsınız, onların da sifariş vurmasını dəstəkləyirsiniz, onların da hədiyyə götürməsi üçün bax bu addımları keçməyini izah edirsiniz və onlar hər biri addım keçdikcə sizdən sonra gələnlər, onlardan sonra gələnlər, onlardan sonra gələnlər və ən son, ən axıra qədər hər biri sizə sayılır, sizin komanda balınıza sayılır. Toplam balınız, məsələn gəldik 1000 bal olduq, deyək ki 1000 balda 12% olur, 12%də 155 manat maaş çıxır. 155 manat və s. və s. 15% var, 19% var, 23% var və rütbələr var. Və gəlirlər belə-belə artır. Və burada qalır komandanın idarə etməsi. Artıq siz bu yolları keçdikdən sonra, özünüz burada satışı təcrübə edindikdən sonra, bütün bu faydaları, üstünlükləri mənimsədikdən sonra, bunu gətirdiyiniz insanlara başa salandan sonra, bu insanların hər birinə də eyni prinsipi başa salırsan ki, sənin də əhatəndə insanlar var. Bax, mən xalam qızını, bibim qızını, deyək ki, sinif yoldaşımı, iş yoldaşımı, qonşumu, övladımın, məsələn deyək ki, sinif yoldaşının anasını, bağça yoldaşının anasını və yaxud da ki, bacımın baldızını, belə-belə, bax gör neçə nəfər dəvət etmişəm, 5 nəfər, 10 nəfər mən dəvət etmişəm. Gəlirsən, məsələn, deyək ki, sən də 1-2 nəfər də sən dəvət elə. Sənin dəvət eləyini hərəsi də 1-2 nəfər. Belə-belə xanımlar, bir şəbəkə yaranır, bir sistem yaranır və bu sistemdən edilən bütün dövriyyələr 50 bal vuran hər kəsə qazandırır. Bu xanım da 50 bal vursa özündən sonrakılardan qazanacaq. Deyək ki, buradakı xanımlardan 50 bal bu xanım vurubdursa, özündən sonra və ondan sonradakıların gələnlərin hər birini xeyrini götürəcək. Yəni 50 balla işləyənlərin hər biri özündən sonradakıların xeyrini götürür. İdarə etmə əsas məsələdir. İdarə etmə, bax bütün bu hər bir şeyi öyrənib bilmək, komandaya öyrətmək və daim nəzarət etmək deməkdir. Yəni siz belə deyim xanımlar, bəzən liderlər elə bilir ki, mən dedim, durdum kənarda. Xanımlar, İnsanlar eşitdiklərini yox, gördüklərini təkrarlayır. Siz özünüz 50 bal etməsəniz, siz heç kimə deyə bilmərsiniz ki, gəl burada 50 bal et. Çünki sən inamlı deyilsən. Sən özünə əgər 50 bal edib 50 balın üstünlüyünü tam mənimsəməmsənsə, inanmırsansa, onu necə inamlı şəkildə bir başqasına yönəldə bilərsən? Ona görə də bütün bax bu satışı da bacarmaq lazımdır. Yəni günümüzdə mən demirəm ki, 50 balın hamısını satış etməlisiniz. Bəli, burada özümüz üçün vurduğumuz məhsullar da var, yaxınlarımız üçün vurduğumuz məhsullar da var və ya hədiyyə edəcəyimiz məhsullar da var. Bir qismi də satış üçündür və bütün bu etapları keçəndən sonra, gətirdiyimiz insanlara da eyni etapları başa salandan sonra, idarə etmə zamanı hər biri ilə bütün özləri də bizim kimi tam işi mənimsəyənə qədər onlardan əlimizi çəkməmək şərti ilə, onları belə deyim də o Lordi dedisəm, reisə salana qədər
onlarla bərabər bu yolu yürümək, onları müşayiət etmək, onlara nəzarət etmək, yol göstərmək, bax, idarə etmənin əsas nöqtəsidir. Bəli, bunlar bütün olandan sonra artıq siz müəyyən rütbələrə də qalxacaqsınız. Rütbələrə görə premiyalar da alacaqsınız, bonuslar da alacaqsınız, səyahətlər, uşaq pulu, analıq bonusu, vərəsəlik, ailə kontraktı və daha nələr, hər şey qazana bilərsiniz. Əsas məsələ daha çox necə qazana bilərəm deyən xanımlar özünüzə məhsul almaqla yanaşı ilk növbədə birinci növbədə satışı bacarmalısınız, ikinci növbədə rekrutinq edib dəvətlər gətirməlisiniz, dəvətlərə yol göstərməlisiniz və ən əsası üçüncü növbədə idarə etməni güclü şəkildə edib bütün komandanıza bütün bu qazanmağın sirlərini öyrətməyi bacarmalısınız. Hər kəsə uğurlar arzulayıram. Qazanmaq istəyən hər kəsi komandamıza dəvət edirəm. Bioda yazılan nömrə ilə əlaqə saxlaya bilərsiniz.